Vərdişlər vardı ki, hansı formalaşdırılandan sonra yaxşı bir şeylər xidmət edir, hansılar isə sadəcə ziyanlı işləyir. Bu gün də alım nəsə yenidən bu gün də hansı mənfi duyğuları bastırmaq və ya başqa şeylərdən neytrallaşdırmaq heç bir şey yaramır. Hansı ki həm vərdişi sadəcə refleks olaraq söndürmək lazımdır, refleksləri. Şərtli və şərtsiz keçmişdi ya. O mövzulardan biridir. Burada yeni ilə aid həmin o yolkalar da hansı ki bəziləri qızılı, gümüşü, qırmızı bantikli, çəhrayı bantikli olanlar normalda bir dəqiqə bu tərəfdə olan mağaza o yana keçib yəqin ki. Çünki deyirəm axı burada aşağıda həmişə olurdu. Səkimi başından o başına köçüb yəqin. Çünki adını indi oxudum videonu yığanda. Bu küçəni axıra qədər onsuz da getmədim. Alışıla gəlinən hər şey. Hansı ki səni yuxarıya daşıyan və də aşağıya daşıyan hansı vərdişlər vardı, sənə o vərdişləri dəstəkləyərək özün də fərqində olmadan yer dəyişdirsən. Çünki onsuz da həyat hərəkət deməkdir və buna uyğun olaraq da yerində saymaq ifadəsi deyə bir şey yoxdur. Ya yuxarı qalxırsan yaxşı vərdişlər sayəsində, ya da dibə doğru enirsən. Dibə doğru enmək də həyatın içindədir. Dibə doğru enəndən sonra da həmin o mənfiləri yüksəldirsən sıfıra, daha sonra daha yuxarıya daşıya bilirsən. Təbii ki, mənfilərə doğru getməyənlər, bəlkə sıfırda qalanlar ona qədər yüksələ bilərlər, amma mənfiyə getmisənsə 5-ə qədər yüksəliş də özü böyük bir əmək sayılır o zaman. Günəşi gördünmü? Günəş yox. Duman oxumuşdum dünən, səhv eləmirəmsə, dumanı yox idi. Bir də boz buludlara oxşar bir şeylər görmüşəm, onu bilirəm. Bəzən buz olur hər şey, bəzən isə ağ-qaradan ibarət. Mənim bağı açılmayan ayaqqabım bu idi, o da bugün açıldı. Nə hikmətsə. O birisi var, sürekli açılır, sürekli bağlamalı oluram. Bu qədər.